günahı qadında axtarmayanda, biraz başqa üfüqləri genişləndirəndə mənə elə gəlir ki, onlar seks problemini də həll eləyə bilərlər və fikir vermişəm ki, onu deyənlərin çoxusu öz ailə həyatı uğursuz olan kişilərdir. Yəni əksəriyyəti boşanıb ya da heç evlənməyiblər. Bir müddət bu danışdıqları kimi davranıblar. Kişi belə eləməlidir, kişi belə eləməlidir. Sonra da dallarından təpi vurublar ki, ala yox, kişi zad getdi. Biz 2026-da yaşayırıq. Məncə çox real hiss olunur. Yəni ritorikadan hiss eləyirsən. Nizami deyə bir adam var. Partnyoru ilə videolar çəkir. O qadını elə bir formada təqdim eləyir. Məncə məsələn Nizami normal bir ölkədə olsa, o adamı ifrat sağ, ekstremist, terrorçu deyib basardılar içəri. Yazdığı ssenariyə görə. Təsəvvür elə, bir qadındır, onu tərbiyələndirir bu. Girir içəri, qadın buna deyir ki, mən boşanmaq istəyirəm. Deyir ki, rəfiqən sənə öyrədib, gedəcəksən, psixoloq olacaqsan, başını yeyirlər. Qadın da deyir ki, hə, düz deyirsən, razılaşır, gedir. Bunun ikincisini çəkirlər. Bunu oturub ssenarisini yazan, ciddi də bir şəxsi travmadan əziyyət çəkməlidir. Tamam, mən hər şeyi belə psixoloji bir diaqnoza da çevirmək istəmirəm, amma bunun ancaq like xətrinə olacağını düşünmürəm. Hamısı hədə-qorxu strategiyasını irəli sürür. Biri deyir ki, bax, karyerist olarsan, ərə gedəməyəsən, ha, biz səni seçməyəcəyik, ha, bax, yaxşı fikirləş, ha, bax, subay qaldın, bax, getdi, hamı getdi, sən qaldın, ha, bax, ha, yaxşı, bax. Bu hədə-qorxudur da. İndiki vəziyyət okey, pisdir, amma daha pis olacaq. Aynen. Demirəm, mən gəl düşünək, bəlkə mən sənin üçün daha yaxşı həyat yoldaşı ola bilərəm. Gəl bu problemimizi həll eləyək, bir nivel eləyək, bir ortaq məxrəcə gələk. Yox. Bax ha, mən buyam, mən belə də qalacağam. Amma sən boşansan, bundan betəri ilə üzləşəcəksən. Ən məşhur sözlərdən biri də odur. Mənə xidmət eləmirsən, gedib restoranda ofisiant olub 30 dənə kişiyə gündə xidmət eləyəcəksən. Hansısa müdirin əlinin altında ona xidmət eləyəcəksən. Bu hamısı hədə-qorxudur. Amanın günüdür. Bax, birdən karyeraya, birdən təhsilə üstünlük verərsən, ha. Bax, diqqətlə fikirləş. Uşaq qalacaq orada yəsiz.